Demək, bu sualı necə həll eləyəcəyik? A kvadrat plus 1-i bir tərəfdə saxlayaq. Mənfi 6-nı ataq digər tərəfə müsbət 6 və yenidən hər tərəfi A-ya bölək. A kvadratını A-ya böləndə eləyəcək A. 1-i A-ya böləndə 1 böl A. Bərabərdə 6-nı A-ya böləndə 6 və hər tərəfi kvadratına qaldıraq. A kvadratı plus 2 buraya A buraya 1 bölək A plus 1 bölək A kvadratı. Bərabər olacaq 36-ya. Bu A ilə 1 böl A ixtisar getdi. 2-ni atsaq digər tərəfə, bərabərliyin digər tərəfinə. Demək, 36-dan 2 çıxacaq, eləyəcək 34.